Nə deyim mən? Çıxın müəllimə, ünlüsünü çıxmanızı göstərin. Salam, mən Kənan müəllimi çox istəyirəm. Onun xətri mənim üçün çox əzizdir. Həmçinin bu təlimə qoşulduğuma görə çox, yəni xoşbəxtəm. Yəni yaxşı ki bu təlimə qoşulmuşam da. Yəni yaxşı ki buradakı dostları, qızları tanımışam. Yəni yaxşı ki varlar. Yəni olsun Məsumə, olsun Lalə xanım, Zəhra xanım, olsun Günay, Aynur, digər hamısı indi burada sadalaya bilmərəm, amma hamısını çox istəyirəm. Xətrləri çox əzizdir mənim üçün. Yəni yaxşı ki sizi tanımışam, yaxşı ki varsınız, yaxşı ki Kənan müəllim siz bu təlimi bu kursu yaratmışsınız. Biz bu təlimdə, bu kursda iştirak edirik. Yəni yaxşı ki hamınız, yaxşı ki varsınız. Sizi çox istəyirəm. İlk dəfə bu qrupa gələndə deyirdim, heç çəkləs qrup deyil, amma indi sona doğru yaxınlaşırıq deyə deyirəm ki, çaş davam eləyəydi. Doğrudan əla qrupdur. Bu da mən, Günayra. Salam müəllim. Kənan müəllim bizim üçün demək olar ki, çox böyük bir insan olaraq yaddaşımızda yazıldı deyə düşünürəm. Amma kaş ki sizi çox öncədən tanısaydıq, əvvəl qarşımıza çıxsaydınız, sizin kimi bir insanı tanımaq həqiqətən də bizə xoş oldu. Dərslərimiz o qədər gözəl keçir ki, yəni qıraqdan baxan hər kəs deyir ki, siz doğrudan dərsə gedirsiniz. İstər müəllimimiz, istərsə də uşaqlar, hər kəs bizim həyatımızda məncə ən azından mən öz adımdan danışıram ki, hamı öz izini qoyub həyatımızda. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizi tanımışam. Başda Kənan müəllim olmaqla sizi çox amma çox sevirəm. Yaxşı ki varsınız. Və yenə biz. Yaxşı ki bir-birimizi tanımışıq. Evet. yaxşı ki Kənan müəllim. Bəli. Əmin olun ki bundan sonra istəsəz belə siz harda biz də orada. İlk öncə Kənan müəllimə çox sağ ol deyirik ki, yəni belə bir kurs bizim üçün ara ərsəyə gətirib hamımıza İlk öncə Kənan müəllimə çox sağ ol deyirəm ki, belə bir kurs ara ərsəyə gətirib həm çox şey öyrənirik, həm də eyni zamanda çox gözəl bir kollektivlə yan-yanayıq, bir aradayıq. Onların hər birinin özəl enerjiləri, hər kəsin öz enerjisi çox mükəmməldir həqiqətən də. Hamısından ayrılıqda çox şey öyrənirik. Çox gözəl enerji alırıq. Kənan müəllim ayrıca bir dünyadır mənə görə. Çünki çox humanist, çox mehriban, eyni zamanda çox motivasiya verən bir insandır. Yəni insan məncə elə bir dost olmağı, elə bir müəllim olmağı böyük bir şansdır. Çünki ən azından motivasiya verməyi belə insan üçün böyük bir şeydir. Ən pis zamanlarımızda, ən pis anlarımızda belə o motivasiya verməyi insana çox böyük ilham verir. Ona görə də ona da çox təşəkkürlər. İşləyir. Mikrofon işləyir. Tamam onda. Şöyle gedə bilərsiniz. Sen tanışsan sonra bizi gene Yok, lazım değil. İstemiyorum. Utanıyorum kızlar, utanıyorum. Sen fotoğraftayken biz yine geliriz senden bir yerden. Tamam, gelsiniz. Tamam. Deməli, salam. Mən 2 aydır ki, rəqəmsal media marketing kursuna gəlirəm. Və mən üçün çox gözəl bir təcrübə oldu. Burada yeni insanlarla tanış oldum. Nə bilim, hər birinin fərqli bir xassiyyəti var. Nəzrinlə söhbətləşmək çox maraqlıdır. Aytadın zarafatları çox qəşəngdir. Gülnaranın geyim stilini çox bəyənirəm. Və bu qədər fərqli insanı tanımaq, onlarla dərindən onları tanımaq həqiqətən gözəl bir təcrübə idi. Bu mühitdə olmaq mənə çox şey qatdı. Çox yaxşı emosiyalar qatdı. Yeni təcrübələr edindim. Həm də ki o qədər pozitiv insanların arasında ola da yeni məlumatlar öyrəndim. Daha da inkişaf elədim. Maarifləndim də olar ki, nə bilim. Çox maraqlı bir vaxtdır.
azdır. Yəni 2 ay ucu tamam olur və biraz da kədərlənirəm çünki qutaracaq, az qalıb. Amma çox gözəl xatirələr əldə etdik və bu mənim üçün çox dəyərli idi. Müəllimə də təşəkkür edirəm. Həqiqətən onun təlimi, ümumiyyətlə bütün dərsləri, təlimləri çox maraqlı idi və bu təlimdən qabaqki Günay fərqli idi, indiki Günay fərqlidir. Bu da məni çox sevindirir. Hamınızı bol-bol qucaqlayıram və bol-bol sevgi göndərirəm. Salam. Mən rəqəmsal media marketinq kursuna çox təsadüf bir nəticəsində gəldim. Amma həqiqətən də bura gəldiyimə heç də peşman deyiləm. Çünki mən burada yeni biliklər əldə etdim, yeni praktika qazandım. Yəni düşünürəm ki, burada öyrəndiklərim gələcəkdə mənə yeni uğurlar əldə etməyimə kömək edəcək. Belə deyim də, mənim üçün çox maraqlı oldu. Yeni dostlar qazandım, yeni tanışlıqlar oldu. Və xüsusən də onu qeyd etmək istəyirəm ki, bizim təlimçimiz Kənan Əhmədbəyli həqiqətən də ona çox təşəkkürümü bildirirəm. Çox yaxşı insandır, ilk öncə insan olaraq. Bir təlimçi olaraq da, müəllim olaraq da çox gözəl işinin öhdəsindən gəlir. Ona təşəkkür edirəm. Təəssüratlarım odur ki, həqiqətən də bu təlimlərdə iştirak etdiyimə görə peşman olmadım. Yəni çox şadam ki, həm yeni biliklər əldə elədim, həm yeni insanlar tanıdım və bu kurs haqqında məndə yəni çox müsbət fikirlər yarandı ağlımda və düşünürəm ki, mənə çox motivasiya verdi və inşallah ki, gələcəkdə də düşünürəm ki, burada öyrəndiklərim mənə belə deyək də çox böyük imkanlar yaradacaq və buradakı bütün iştirakçılara uğurlar arzu edirəm. Hər birinin yolu açıq olsun və istədikləri peşədə inşallah ki, uğur qazansınlar. Təşəkkürlər. Xanım, mikrofonu qoyun yerə. Xanım, mikrofonu qoyun yerə. Gedin. Xanım, hoy, 1, 2, 2. Getdi, Günlərə, qapını da bağla. Mikrofonu da qoyuram yerə. Qapını bağlayın, əsəbləşdirməyin məni. Qapını bağlayın, gedin, qulaq asmayın ha. Merhaba arkadaşlar, kanalıma hoş geldiniz. Sizi öldürürüm, Allah'ın olsun. Merhaba arkadaşlar, kanalıma hoş geldiniz. 1-1-2-2. Neyse, danışırım. Ne danışmayı Allah gözüm. Zat diye bak. İlk öncə mən bu kursa gələndə həqiqətən çox çöküş bir vəziyyətdə idim. Və həmin posteri görəndə bu artıq kursun vaxtından bir gün keçmişdi. Və Kənan müəllimlə danışanda mənə dedi ki, gələ bilərsiniz. Dedim ki, gələrəm, problem yoxdur. Bəs ünvanı falan dedi. Ünvanı da mənə qrupda ilk tanıdığım insanlardan Arzu mənə gətirdi bura. Əlbəttə ki, mən də onu gətirdim. Ondan sonra gəldi, keçdi, getdik. Qeydiyyatdan keçdim. Həmin günü mən işdən çıxmamışdım. Mən işdən tam azad olmalıydım ki, ondan sonra mən qeyd eləsinlər də məni. Hə, belə. Sonra qeyd elədilər. Sonra gəldim, yeni insanlar tanıdım burada. Hər biri həqiqətən çox belə yaxşı qızlardı, çox belə şirin qızlardı. Qıcıq tərəfləri də var. Əlbəttə hər kəsdə olduğu kimi məndə də var o qıcıq tərəf. Onlarda da var.
Arada qıcıq da oluram. Arada çox da istəyirəm. Amma hər birinin xətri həqiqətən məndə çox əzizdir. Ən çox da müəllimimiz, Kənan müəllim həqiqətən çox əyləncəli, çox pozitiv insandır. Hər bir şeydən maraqlı bir şey çıxardan, nə bilim, kreativ fikirləri olan bir insandır. Həqiqətən cana dayan oğlandır. Müəllim. Mənim burada sizə salamlayıram. Həqiqətən çox maraqlı bir insandır. Və hər birinin sayəsində hər bir uşaqdan maraqlı bir şeylər öyrəndim. Hər birinin xətri məndə əzizdir dediyim kimi. Rəqəmsal media marketinqi mənə çox yeni bir şeylər öyrəndi. Rəqəmsal reklamları daha çox sevməyə başladım. Məsəl üçün əvvəllər müəllimlərim, yaxınlarım mənə deyirdi ki, Nailə, səndə alınır da. Məsəl üçün özü üçün səhifə aç ki, vloqlar paylaş filan. Deyirəm ki, mən özümü hazır hiss etmirəm də, utanıram mən beləsə filan zat. Elə bil ki, bu nə bilim başlayandan sonra bəzilərində gördüm ki, məsələn Lalə xanımda gördüm, Zəhra xanımda gördüm. Mənim özümə də marağımı belə diqqətimi çəkdi də. Dedim ki, niyə də yox, məndə alınmasın, inşallah alınacaq. Yəni ki, həqiqətən rəqəmsal media marketinqini daha çox sevməyə başladım. Reklam işlərini daha çox sevməyə başladım. Yeni şeylər öyrəndim. Bura mənə yeni başlanğıclar verdi. Maraqlı dostlar tanıdım. Həqiqətən bu kurs, indi fikirləşirəm ki, bu kurs bitəndən sonra düzdür, yenə də yeni işlər olacaq, yeni başlanğıclar olacaq, amma hər biri üçün çox darıxacam əlbəttə ki. Belə. Həqiqətən hər birinizi çox sevirəm arkadaşlar. Ən çox da Kənan müəllim, həqiqətən sizə çox şey borcluyuq. Bu 2 ay içərisində bizə nələr öyrətmədiniz. Bizim kaprizlərimizə dözdünüz. Nailə filan şeyi belə elə, Nailə bəsman şeyi belə elə. Nailə bloger olandan sonra bizi saymayacaqsınız. Əlbəttə ki, zarafat idi. Belə arkadaşlar, hər birinizi çox seviyorum. Öpürəm hamınızı. Bye bye, goodbye. Məndən bu qədər. Və yenə mən. Bəli, düzəltdim. Mən düzəltdim Kənan müəllim. Baxın, mən düzəltdim sizin tələbəniz. Hadi gəl, bu nədir? Hə. Belə. Mənim bu uşaqdan heç xoşum gəlmir. Mənim də inan zəhləm gəlir buna. Bu təlim vaxtı ancaq bir şey deyə bilərəm ki, çox yaxşı kampaniyamız var idi həqiqətən də. Pis insan yox idi, aqressiv insan yox idi. Ən çox da Kənan müəllimi burada tərifləyə bilərəm. Bu qısa zamanda bizə həqiqətən çox şey öyrətdi. Əsasən də mənə. İstir poster, istir kompüter, bilmədiyim hər bir şey mənə öyrətdi. Çox sağ olsun müəllim. A few moments later. Kənan müəllim çox yaxşı təlimçidir. Yəni dərsləri həqiqətən yaxşıdır. Sadəcə dərs məlumat vermək baxımından deyil, sinifdə, qrupda abu-havayı təmizləmək havasında. Yəni çox yaxşı, hər kəsi bilir necə davranmaq lazımdır. Kimin nə ehtiyacı var, kömək edir. Yeri gələndə zarafatlaşır, yeri gələndə danlayır və bunu necə deyim, incitmədən, balansda saxlayır, yəni incitmədən edir. Mən də həyatda bir də onu qoruya bilmişəm, başqa heç deyil. Qoşulmayın da, qoşulmayın. Hər kəsin fikirləri olsun deyə düşünürəm. Sənin onsuz da dostumdur. Yəni onu ancaq tərifləyə bilərəm. Neçə il tanıyırsan? Neçə il tanıyırsan? Hani sonra 4 il yaxın oldu, 4-5 il. Harda tanışırsınız? Əvvəl tələbəm olub, sonra... Kimdə? Kənan müəllim. Kimdə olanda əslində ondan heç belə də ünsiyyətimiz yox idi. Bilmirəm necə yarandı, bir dəfəli başladı. Fikimin mənə verdiyi tək fayda. Müəllim yaxşıdır, çox dəstək eləyir adama, çox dəstək olur adama. Başqa. Motivasiya verir. Məsələn, onunla olan adam heç vaxt arxaya qalmaz düşünürəm. Sonra çox yaxşı şey, çox müsbət xarakteri var, xüsusiyyətləri də var. Kənan bəy, mən Gənclər evində olduğum müddətdən tanıyıram. Ümumiyyətlə, təzə gələndə mən təlimçi olmağa hələ təzə addım atırdım. Kənan bəy artıq orada təlimçi kimi fəaliyyət göstərirdi və müəyyən qədər çoxlu təcrübəsi də var idi. Mən görəndə düşünürdüm ki, mən ondan nələrsə öyrənim, hətta onu danışdırıb video çəkirdim ki, sonra buna baxım, öyrənim. Məsələn, yavaş-yavaş artdıqca gördüm ki, alınır da. Yəni
bir-birimizə motivasiya verirdik də bu mövzularda da. Aramızda gəlməyən, xoşagəlməz hadisələr də olub, amma ümumi olaraq yəni birləşən dəyərlər olub deyə, ortaq dəyərlərimiz olub deyə həmişə bir ortamlarda bir-birimizin yanında yerimiz olub da. İndi də olur, inşallah olmağa da davam edəcək. Daha sonra inşallah ki, bu qədər zəhmətləri var, əziyyətləri var və o hak elədiyi yerdə olar. Amin. İnşallah. Hak elədiyi ortamda, hak elədiyi yerdə olmağı arzu edirəm. Bayaq sözünüzü onu təkrarlayın. Bəli. Mənim haqq elədiyim yer sizin yanınızda yoldaşlar. Sizinlə xoşbəxtəm. Heç siz deyil, indiyə qədər nə qədər gənclərlə çalışmışam. Ölkənin müxtəlif yerlərində. Amma buna baxmayaraq, gənclərlə çalışmaq, onlarla işləmək, nələrsə öyrənmək, onlardan öyrənmək, onlara nələrsə fayda vermək həqiqət adamı sevindirir. Və 5 ildən sonra, 3 ildən sonra hər biz bir postda olacaqsınız, onda Kənan müəllim ol demək öz belə xoşdur. Bir dəfə onu yaşamışam uşaq evində. Uşaq evində deməli təlim keçmişdim. 2 il sonra uşaqla yolu görmüşdüm. Salam, necəsiz? Burada qaldım. Adətən təması, tanımadığım adama təması sevmirəm. Gəldim mənə qucaqladı falan, belə şok oldum. Dedim, buyurun, siz uşaq evinə gəlmişdiniz, mən uşaq evində qalıram. Siz orada təlim keçmişdiniz, yine də gəlin, mən sizi çox istəyirəm falan. O qədər belə duyğulanmışdım ki, həqiqətən mənim üçün böyük bir dəyər idi o. Bunun kimi yüzlərlə tələbələr ölkənin hər yerində var. Ona görə biraz bu gənclərlə işləmək, insanlara fayda vermək mənim əsas missiyamdan biridir bu həyatda deyə düşünürəm. Ona görə də həmişə deyirəm, siz kimi inkişaf eləmək istəyən gənclərin həmişə yanındayam. Mən onlardan, onlar məndən nəsə öyrənirlər. Mən nəticə etibarilə mübadilə edirik. Çox sağ olunlar. Kənan müəllimdə ən bəyəndiyim xüsusiyyət hansıdır? Mən güləriz insanları çox sevirəm. Və Kənan müəllimin də, yəni özüm də güləriz olduğum üçün Kənan müəllimin belə güləriz, mehriban olmasını həqiqətən də çox xoşuma gəlir. O xasiyyəti, o xarakteri. Yəni pozitiv insandır. Ondan başqa mərhəmətlidir, ürəyi yumşaqdır. Allah bəlanı verir. Xeyirxahdır, nə bilim, çox yaxşı insandır. İnşallah ki, bundan sonra da uğurlarınız daha da bol olsun. Peşənizdə uğurlar. Harada olurmanızdan asılı olmayaraq həmişə irəlidə olun. Canınız sağlam olsun. Yaxşı ki, tanıdım sizi. Həyəcanlandım o. Mənim üçün açıqdan çox həyəcanlandım o. Peynəyin çağırdı. Demək, əslində hər kəsə müəllim deyilməməlidir məncə, amma Kənan müəllim həqiqətən buna layiqli bir insandır. Yəni ki, mən orta məktəbdə bitirmişəm, peşədə də oxumuşam bildiyiniz kimi. Orta məktəbdəki müəllimlərim heç mənə yəni müəllimlik eləməyiblər də həqiqətən, amma peşədə bir müəllimə vardı, indi də bir müəllim. Həqiqətən əsl müəllim kimi müəllim, mentor kimi, insan kimi bir yaxşı insandır. İnsan kimi yaxşı insandır, həqiqətən. Nə deyə bilərəm, Kənan müəllim haqqında həqiqətən çox mükəmməl bir insandır, çox yaxşı bir insandır. İnşallah hər şeyin ən gözəl ona qismət olar, həqiqətən. İnsan kimi onun xətrini çox istəyirəm, müəllim kimi başqa çox istəyirəm. Təşəkkür edirəm. Baxın, mən Mən danışam. Mən Kənan müəllimi çox istəyirəm. Xətrini o qədər çox istəyirəm ki, düzdür, gənclərdə çox çəkinərdim, amma indi yox, indi o qədər çəkinmirəm. Sadəcə müəllimin dediyi sözlər mənim beynimdə çox dolanır. Müəllimin dediyi sözlər mənim beynimdə çox dolanır. Kəlməsi həqiqətən mənim günlərlə düşünməyimə səbəb olur, həqiqətən. Bilmirəm niyə. Yox, Sizin bir dənədir. Qrupumuz ən balacasıdır, ən enerjili dinamikidir. Çox ağıllıdır. Nə? Abşım Kənan müəllimin bir kəlməsi mənim günlərlə düşünməyimə səbəb olur, bilmirəm niyə. Normalda düşünmərəm. Belə. Mən çox istəyirəm müəllimi. Xətini də istəyirəm. Demək mən gidiyorum. Şoraz. Kənan müəllim həqiqətən çox humanist bir insandır. Bəli, həqiqətən də Kənan müəllim xalqdır, ciddən. Yəni indiyə kimi daha kollec vaxtında da bir müəllimə qarşı travmam yaranmışdı və ciddən heç bir müəllimi artıq belə hər kəsi onun gözündə görürdüm. Kənan müəllim o şeyi məndə oyatdı ki, artıq müəllimlərə qarşı ön yargılı olmamaq gerək. Hər kəs eyni deyil. Çox qəşəng mentordur, çox qəşəng motivasiya verir.
həddindən artıq çox qəşəng motivasiya verir. Və sözləri deyəndə də həqiqətən çox qəşəng belə oturur da tabii ki, yerində oturur. Düşünürəm ki, Kənan müəllimin dediyi sözlər insanın inkişafa aparan sözlərdir. Nəinki o xətrinə dəyib oturub aqressiya yaransın və ya fənasızlıq üçün yaransın. Yəni inkişaf yönümlü sözlərdir də. Yəni sənin yaxşılığını istəyir ki, bir növ deyir ki, qabağa gedə bilərsən. Yoxsa deməyə də bilər, öz yolunda da gedə bilərsən. Sən kim çıxarsın? İnan Allah sənə qulaq asan yoxdur məndən başqa bir dəqiqə. Bir yer seçirlər, tamam. Xeyr. Sonra nə deyəcəm? Bilmirəm, fikirlərimi o qədər qarışdırdılar ki, çox qəşəng sözlər deyə bilərdim əslində. Çox istəyirəm Kənan müəllimi, uğurlar arzulayıram. İnşallah daha gözəl yerlərdə istədiyi hər şeyə nail olsun inşallah. Amin. Amin. Bəli, eşitdim. Siz də danışın Kənan müəllim haqqında buyurun. Gözlə bir dəqiqə. Kənan müəllimin haqqında yəni çox söz deyə bilərəm. Həqiqətən çox yaxşı insan, qəlbi təmiz. Arada düzdür sərt olur, amma onu həqiqətən içdən eləmir də, yəni ki, hər kəsdə olduğu kimi. Müəllimin də belə sərt tərəfləri var, amma çox duyğusal, ürəyi təmiz. Həmişə də adama düzgün yol göstərən. Həqiqətən də, yəni ki, mən ondan sonra çox belə motivasiya falanım artıb, yəni mənə hər zaman dəstək olur. Mən də qeyd edeyim, videolarını çəkib saxlayıram ki, sonradan yenə motivasiya ala bilim. Bəli, bəli. Çox sağ olun müəllim. Hər zaman yolunuz açıq olsun. Mən müəllim haqqında deyirəm. Mən müəllimə baxanda bir müəllimdən daha çox, yəni müəllimliyi bir kənara insan kimi insandır. Hətta müəllimin belə yardımları. Bir köpüklüdür, amma insan kimi insan. Hə, xeyriyyəçiliyə baxanda bir məşhur xeyriyyətçi kimi Hacı Zeynalabı Tağıyev yadıma düşür doğrudan. İndi bu dəqiqə mənim CV-mi hazırladı. Uzun bir CV, ən incə detayına qədər çox səliqə ilə işlədi. Yəni halbuki mən onun sadəcə tələbəsiyəm, amma əlimdən gələn hər cürə bir yardım göstərdim. Əslində özüm eləməliydim, düzdür. Yəni yolu açıq olsun, Allah diləyinə görə versin. Amin. Amin.